Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması və moped nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması təklif olunur. Bu o deməkdir ki, bundan sonra moped sürmək üçün imtahan verib sürücülük vəsiqəsi almaq lazım gələcək. Ardınca isə mopedi dövlət qeydiyyatına aldırmaq lazım gələcək ki, bununla da həmin nəqliyyat vasitəsinə dövlət nömrə nişan veriləcək. Avtosferazın məlumatına görə bununla bağlı yol hərəkəti haqqında qanuna dəyişikliklər layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədi mopedlərin istismar qaydalarını daha dəqiq tənzimləmək, bu nəqliyyat vasitələrini idarə edən şəxslərin bilik və bacarıq səviyyəsini artırmaq, eləcə də yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir. Yanvar ayından etibarən qüvvəyə minəcəyi ehtimal edilən qanunla bağlı paytaxt sakinləri fərqli fikirdədirlər. Onların bir qismi qərarın yerinə düşdüyünü bildirsə də, digər qismi müəyyən çətinliklər yaradacağını düşünür. Paytaxtdakı sorğumuzda həm piyadaların, həm avtomobil idarəçilərinin, həm də elə moped sürücülərinin bu təklifi haqqında fikirlərini öyrəndik. Özünüz də bilirsiniz ki, motoqəzalar çox yaranır və məsuliyyətsiz sürücü çoxdur. Belə deyim ki, o məsuliyyətsiz sürücülər artıq aradan qaldırılacaq. Bu da bizim üçün bir müsbət cəhətdir. Sürücülər də var ki, 16 yaşlı məsəl üçün prava yox deyən sürür, xuliqanlıq edir, yəni şəhər üzrə. Bu digər sürücülərin düşünmürlər. Bu mənfi cəhətdir, bəli. Məsəl üçün, mən özüm belə artıq məcburam yanvar ayından sürücülük vəsiqəsi alım, dövlət qeydiyyat nişanına keçim. Azyaşlıların bunun istifadəsinin, yəni savadsızca, yəni düşüncəsizcə istifadəsinin qarşısını alacaq. O tərəfdən yaxşıdır. Digər tərəfdən də bununla işləyərək qazanc əldə edən insanlar üçün isə bu çətinlik yaradacaq. Məsələn, hal-hazırda sarı nömrələrlə sürürlər mopedlər. Yəni, eyni qaydanın daha rəsmi variantı olsa, məsələn, yəni 18 yaşını və yaxud 16 yaşını tamamlamış şəxslər gedib yenə qeydiyyata düşüb, rəsmi şəkildə hansısa bir fərqləndirici nişan alıb o mopedləri idarə eləsələr, bu həm kuryerlər üçün daha qənaətbəxş olar, həm də qeyri-qanuni hərəkətlərin qarşısı alınmış olar. 2 ildir bu şahilər gəzir, amma hələ qüvvəyə minməyib. Minsə yaxşı olar. Məncə hə, çünki insanların üstünə çıxmaq şansı olur və insanlara narahatçılıq verə bilərlər, səsləri də. Çox vaxt mopedlər səkiyə gəlirlər, düşürlər, çünki onların nömrələri olmadığına görə cərimə də almırlar deyə özlərinə bunu qoyurlar da, eləyirlər. Çıxardıblar səs boğucuları, evdə oturmaq olmur səslərindən, dəfələrlə şikayət olunsa da baxılmır. Deyək ki, yaşayış obyektləri 9-dan ondan sonra işləməməlidir. Saat 11-də də bunların səsi gəlir gecə. Çox əla. Bəlkə elə olsa biraz nəyisə nizamlamaq olar. Belə heç cür polisin də gücü çatmır da. Deyək ki, birini qorur, o birisi qaçır, o birisini qorur, bu birisi. Əgər yol nəqliyyat iştirakçısıdırsa, bəli, mütləq olmalıdır. Sadəcə çox belə qəfildən qarşımıza keçirlər və yaxud da ola bilər ki, onlar çox qəfil manevrlər edirlər, biz onu görmürük, amma səslərdən yox, heç bir problem yoxdur. Lazım deyil. Düzgün deyil. Yerli, yersiz yəni olur ki, mane olurlar yəni. Bu yol gedəndə də olur, yəni mümkün deyil yəni. Çox vaxtda. Düzdür, yaxşılar da var, qayda-qanuna riayət edənlər də var, amma çoxsanma. Navimax, sevdikləriniz daim yanınızda.